Bugün bizlərə deyilən adlardan biri də və çox yayılan, əslində bu son dövrlərin terminlərindəndir. Bizlərə bu ad qoyulsun. Normalda başqa firqənin adıdır. Murciə sözünü çox eşidirsiniz. Yəqin ki, murciələrdir. Bəziləri hətta düzgün tələffüz edə bilmirlər. Gülməli bəzi kəlmələr də işlədirlər. Cahilliklərlə dolayı. Əslində biz kimik? Murciələr kimdir? Və bizə murciə sözü kim deyir? Və nəyə görə bizə murciə deyir? Əhl-i sünnənin etiqadına görə bu mövzuda imanın tərifi nədir? Qəlblə etiqad, dillə təsdiq, cəvarih, yəni bədən üzvləri ilə də əməl etməkdir. İman salih əməllərlə artır, asiliklərlə azalır. Əgər biz əməli imandan görməsək, yəni onların dediyi kimi desək, əgər iman artmırsa, azalmırsa, yəni nə salih əməllər artmağına, nə də asiliklər azalmağına təsir göstərmirsə, yəni əməl ümumiyyətlə imana aidiyyatı yoxdursa, onda iman nə olur? Bir etalon, bir tanıma. Yaxşı, bugünkü gün bizlərə nəyə görə murciə deyilir? Hansı sifətimizlə, hansı oxşarlığımızla biz murciə olduq və deyənlər kimlərdir? Təbii ki, deyən tərəf bəllidir. Adətən təkfirdə hədlərini aşanlar, xavaricilər və yaxud onların quyruqları. Əksinə, bir-birini haqq əhli, tövhid əhli, əhl-i sünnə cəmaə, sələfi sayıblar. Çünki namazın tərkini küfür demədikcə, sən namazı səhlənkar tərk edən insanın müsəlman gözünə baxa bilirsənsə, sən deməli o insanı kafir görməməklə həmin əməli imandan görmədin. Bu mənaya gətirirlər, birinci. Təbii ki, birinci iftiradır. Və sonra davamı nə? Deməli, sən bütün əməlləri imandan görmürsənmiş mənasına gətirir. Və bütün əməlləri görmədiyin təqdirdə murciələrdən üstə düşürsənmiş. Yaxşı, hətta namazın tərkini küfür görməsək, səhlənkardan tərkindən söhbət gedir. Və namazı imandan görmürük. Ümumiyyətlə, əməlləri imandan görmürük. Və yaxud da bütün əməllər yalnız namazdan ibarətdir. Və sonra üstə gəl, itayətlə artır, asiliklə azalır deyən insan, bu insan murciəlikdən çıxdı artıq. Doğrudan da kimsə əgər sələfilərə murciə ittihamı atırsa, onun doğrudan murciəliyin nə olduğunu bilmir. Yəni bu yazıqlar bilmirlər ki, murciə olmaq üçün bir insan gərək əməli imandan görməsin ümumiyyətlə. Ümumən əməl baxımından namazın əda edilməyi əcrdir və tərk olunmağı, əgər söhbət fərz namazdan gelsə, nədir? Asilikdir. Düzdür? Məsələn, valideynə xidmət vacibdir. Valideynə xidmət tərk edib. İnsan hökmü nədir? Murciəli düşdü. Necə hökm kəsmək olar ki, ona bu cür? Aydındır. Amma murciələrdə tam əksinə. Əməl etməsən belə, heç bir əməl etmə. Ümumiyyətlə, əməl imandan görmə. Yalnız qəlblə etiqad et və yaxud murciə fuqahalara görə dillə də təsdiq et. Yetərlidir ki, sən artıq kamil iman sahibi olasan. Yaxşı, hansı insaflandır ki, bugün sələflərə murciə deyir? Xavariclərdir. Ortadakılar murciyalardır, onlar da belə deyənlərdir ki, mütləq. Qaldı ortaya, ortada bizik. Sənə əhl-i sünnə murciə kimi göstərdilər, xavaric deyil, sələfi kimi. Və biz deyirik ki, iman, bizə murciə deyən adam. Biz deyirik ki, iman dillə deməkdir, qəlblə təsdiqdir, əməldə göstərməkdir. İman düşür və qalxır. İmanda istisna var. Yəni, mən müminəm inşallah. Belə murciə olmur. Əhl-i sünnə vəl cəmaə ittifaq edib ki, kim bu sözü desə murciyalıqdan qutarıb. Biz murciə deyirik, əlhəmdülillah. Biz əhl-i sünnəyi və sələflərin sifətindəndir ki, xavariclər onlara murciə, murciyalar da onlara xavaric deyir. Aydındır, bu əhl-i sünnənin sifətlərindəndir. Bizə murciə deyənlər xavariclərdir. Biz murciə deyirik, əlhəmdülillah. Murciə deyirik, əlhəmdülillah. Mən istəyirəm onlardan ki, biz nə deyirik və o murciyalıqdır. Nə deyirik ki, nədir? Bir dənə biz namaz qılmayan müsəlman görürük. Yox, mən demirəm. O İbn Baz da deyir. İmana təsiri yoxdur. İbn Baz rəhməllah deyir ki, qalır. Əstəğfurullah. Bəs nəyə görə insan iman nə zaman artır? Əməlləri etdikcə insan iman artır. Gecə namazı qılanla qılmayan eyni ola bilər? Yox. Bunlara görə nədir? İstədiyi günah edən bu imana təsir göstərməz. İstər böyük günah olsun, istər balaca günah olsun. Bu nədir? Batildir. Subhanallah. Doğru yol deyil bu. Əməllər imana təsir edir.
Yaxşı əməllər imanı artırar, pis əməllər nədir? Yəni zina edənlə etməyən eyni ola bilər? Subhanallah. Bu batil yoldur. Murciə onlara deyirlər. Yoxsa təkfirçilər kim onlar kimi cəmaata kafir demir, deyirsən murciəsən. O niyə görə bunu deyirlər? İnsanları doğru əqidədən uzaqlaşdırmır. Murciənin tərifi nədir? Qısa baxın. Deyirlər ki, onlar əməllər imandan deyil. Bu batildir. Əməllər imandandır. Amma hər əmələ görə insan dindən çıxar? Yox. Ona görə nədir? Bax, bu da nədir? Batil yoldur. Və görürsən ki, haqqa isabət etmirlər. Haqq əhlinə, zülmcəsinə murciə deyirlər. Biri soruşa bilər ki, Rəşad qardaş, nəyə görə murciə adlanıb? Cavab budur ki, onlar əməli təxirə salırlar ona görə. Yəni, əməlləri imandan görmürlər, təxir edirlər. Əməlləri imandan görmədikləri üçün murciə adlanırlar. İnsan dili ilə iqrar etdisə, artıq müsəlmandır, vəssalam. Hətta qəlbində nə küfürlər olsa belə. Yəni, bunlar deyirlər ki, insan dili ilə dedikdən sonra artıq kamil iman sahibi olur. Allahın dostudur və cənnət əhlidir. İki firqə, əziz qardaşlar, yəni cəhmiyyələr və kərramilər, Qulat murciə adlanırlar. Qulat, yəni ən dəhşətli firqə bunlardır, ircalıqda, yəni həddi aşanlar. İmam İbn Həzm rahimehullah buyurur ki, Qulat murciələr iki tayfadır. Qulat murciələr iki tayfadır. Və bu sözü ilə həmin bu kərramiləri və cəhmiyyələri qəsd edir. Və bunlar qeyd etdiyim kimi şiddətli tayfa sayılır murciəlikdə. Hətta bəzi sələf imamları bu firqələri təkfir ediblər, Qulat murciələri. Məsələn, Vaki ibn Cərrah, Əhməd ibn Həmbəl, Əbu Ubeyd və başqaları. Yəni, o qədər pis görüş sahibidirlər ki, həddi aşıblar, Qulat şiddətlidirlər ki, hətta bəzi sələf imamları bunları təkfir edib. Və biz baxanda görürük ki, əziz qardaşlar, sələf imamları bu firqədən təhzir ediblər, ircalıqdan təhzir ediblər. Nəyə görə təhzir ediblər? Yəni, onların sözlərinə baxandan sonra görürük ki, şiddətli dərəcədə sələf imamları ircalıqdan təhzir edib, çəkindirib. Nəyə görə? Çünki bu asilik qapısını açır. Asilik qapısını açır. Təsəvvür edin, deyirlər ki, hər hansı günahı işlətsən, sənin imanın onsuz da kamildir. Bu, yaxşı söz deyil, bu qapını açır. Ona görə sələf imamları təhzir ediblər. Və baxanda görürsən ki, sələf imamları heç başqa firqələrdən belə təhzir etməyiblər. Nəinki murciələrdən təhzir ediblər. Necə ki, murciələrdən təhzir ediblər. Məsələn, İbrahim Ən-Nəxai rahimehullah deyir ki, mən bu ümmətə əzariqaların fitnəsindən daha çox, əzariqa xaricilərdir, onların fitnəsindən daha çox murciələrin fitnəsindən qorxuram. Təsəvvür edin, necə qorxurdu bunların sözündən, bunların fitnəsindən, bu qapının açılmasından. İmam Zuhri rahimehullah deyir ki, bu ümmətdə murciələr kimi daha şərli firqə peyda olmayıb deyir. Bu ümmətdə murciələr kimi daha şərli firqə peyda olmayıb. Səid İbn Cübeyr rahimehullah deyir ki, əl-murciətu yəhudul qiblə. Murciələr bu qiblənin, bu ümmətin yahudiləridir deyir. Subhanallah. İnsan necə bilə bilər ki, onda ircalıq yoxdur. Yəni, murciə deyil. Necə bilə bilər? Əziz qardaşlar, əhlüsünnə alimləri bunu bilmək üçün əlamətlər qoyublar. Əhlüsünnə alimləri bunu təyin etmək üçün, bilmək üçün əlamətlər qoyublar. Əgər o əlamətlər səndə varsa, o şeylər səndə varsa, sən heç vaxt murciə ola bilmərsən. Ona görə biz deyirik ki, bizə və həmçinin əhlüsünnə qardaşlarımıza murciə deyənlər onlar zülmcəsinə deyirlər, onlar bilmirlər murciə nə olan şeydir. Və bizdən heç birimiz, nə mən, nə digər qardaşlarımız, heç birimiz heç vaxt deməmişik ki, əməllər imandan deyil, yaxud məsələn iman artmır, azalmır, belə deməmişik. Yəni əhlüsünnə icma etiqadına görə bəzi alimlər
insanın imanının əslini iki şeydə görüblər. Və bəzi alimlər 3 dənə şeylə görüblər. Bəzi alimlər deyib Əhlüsünnədən iki şeylə, dilin iqrarınla, qəlbin təsdiqi ilə imanın əsli hasıl olur. Bu Əhlüsünnənin qövlüdür, qardaşlar. Başqa heç nə danışmaq lazım deyil. Kim qıraqdan nəsə deyərsə, mən dəfələrlə danışmışam, yalan deyir, səhv deyir, aldadır cəmaatı. Əhlüsünnədə qol var ki, söz var ki, rəy var ki, yəni alimlərin işlətdiyi kəlmələr, işlətdiyi sözlər bizim əqidəmizdir ki, imanın əsli, demirəm, ən aşağı iman hasil olur iki şeylə. Qəlbin təsdiqi, dilin iqrarı. Bu Əhlüsünnədə bir rəydir. Və bir qrup alimlər də deyirlər ki, yox, namaz mütləq olmalıdır. Yəni iki şeylə kifayətlənmək olmaz. Namaz mütləq olmalıdır. İkisini də deyənlər var. Kim desə ki, birincini deyənlər murciəli, o adam savadsızdır. Sual verilir ki, bizə murciə deyirlər, murciələr kimlərdir və əlamətlər nədir? Yəni, murciə xəbis, murdar bir firqədir, murciələr. Yəni o kəslərdir ki, deyirlər ki, sən la ilahə illallah dedinsə, yəni günahların heç bir zərəri yoxdur. Sən la ilahə illallah deyəndən sonra içki içsən də, oğurluq etsən də, faiz yesən də sənin imanına təsir etmir. Sənin imanın Cəbrail aleyhissalamın və yaxud da Əbu Bəkir, Ömərin radiyallahu anhümanın imanı ilə bərabərdir. Sözsüz ki, bu çox murdar, xəbis bir firqəli görüşdür. Yəni buna Əhlüsünnə demir. Əhlüsünnə deyir ki, əməllər imandandır və insanın etdiyi o günahların insanın imanının zəifləməsinə təsiri vardır. Və o təkfirçilər çox vaxt bunu Əhlüsünnəyə deyir ki, yəni özləri kimi necə gəldi, sən təkfir eləmədiyinə görə, ona görə deyirlər. İmam Əhməd Rahiməhullah deyir ki, əgər bir insan əməl imandandır deyirsə, o murciəlikdən bütövlüklə tamamilə çıxmışdır, sayılır. Amma çox Azərbaycanda murciə dəvəti gedilmir. Azərbaycanda Murciə dəvəti gedilmir. yəni Azərbaycanda dəvətin əsnafları var. Sufi dəvəti də var, ateistliyə dəvət də var, rafiziliyə dəvət də var, xarici fikrini yayanlar da var, murciənin fikrini yayanlar da var. Və sələflərin dəvətinə aparanlar da var, Əhlüsünnənin. Lakin burada mən belə başa düşürəm ki, müəyyən şəxslər qəsd olunur. Ona görə sual açıq olsa açıq cavab verərdik. Yəni ki, sual belədir ki, Azərbaycanda olan tələbələrdən söhbət. Mədinə tələbələri murciə dəvəti aparır. Əgər qəsd olunan budursa, mən Mədinə tələbələrindən kiminsə murciə dəvət apardığını mən eşitməmişəm, nə də bilmirəm. Mən bildiyim Mədinə tələbələrinin hamısı Əhlüsünnə dəvətini təbliğ eləməyə çalışırlar. Əssalam. Müsəlman qardaş soruşur ki, murciəlik nədir? Çünki bəziləri hətta xavariclər, yəni murciəlik yaltaqlıqdır, yoxsa nə? Murciəlik əslində murciəlik nədir? Murciələr onlardır ki, onlar imanı, əməli imandan görmürlər. Yəni sizin sözünüz də ona oxşayır. Başladılar istifadə eləməyə və başladılar ki, kim desə ki, hətta belələr var ki, kim desə ki, namaz qılmayan kafir deyil, murciədir və ya onda ircalıq. İrcalıq elə murciəlikdir, yəni murciənin bir payı. Bəs murciədir, çünki deyir ki, siz əməli ayırırsınız, əməl küfür varsa kafirdir. Biz də deyirik, hər əməl küfür olsa da adam kafir olmur, əməl ayrıdır, onu edən ayrı. Bu qıssa budur. İnsanlar bizi murciə adlandırırlar. Və buna səbəb nədir? Yəni bizə murciə deməklərinə səbəb nədir? Ümumiyyətlə təkfirçilər, onlar azmış dəstələrdir, cahil dəstələrdir. Özünüz də fikir verirsiniz ki, bunların alimi yoxdur. Ümumən əlhamdülillah möminik, əlhamdülillah. Məsələn, ümumən iman gətirənə mömin deyə bilərsən. Müsəlmançılıqla mömin bir mövzuda gəlsə. Amma ayrı gəlsə, məsələn, desə müsəlman mömindir. Və ya mömin gəlsə, mömin müsəlmandır. Aydın olur belə şey. Amillərdən 2-3 dənə sual versən, qarşında aciz qalacaq. Ticarət məsələləri ilə bağlı baxırsan ki, 2 dənə, 3 dənə sual versən, baxırsan ki, insan riba içərisində üzür. Özünün də xəbəri olmadan haram yeyir. Doğru ticarətlə, batil ticarət, fasid ticarət arasında fərq qoya bilmir. Amma baxırsan ki, təkfir məsələsində irəlidə gedənlərdəndir. Hamıya hökm verir. Və səni də ittiham edir. Murciə deyə ittiham edir. Və ya təkvirdə, qorxaqlıqda ittiham edir. Subhanallah. İnsanlaşıyıqdır ki, bu insanların halına təəccüb edilir. Ansaqlıyaq deyək ki, cahillik üzr görmür, düzdürmü qardaş? Sən dəvirlərimi gətir. Nəyə əsasən deyirsən ki, cahillik üzrlü deyil? Emosiya qapır. Müsəlman da şirik eləyər. Fantiya başa düşdük də, mənə də xoş deyil. Bilirik, olmaz. İnsana əziyyətdir, möminə əziyyətdir. Çünki Allah haqları tapdalanır.
Təbii qəlbində iman daşıyan kəsə heç kəsə xoş deyil bu mənzərə. Lakin emosiya deyil, filan kəs kafir, belə müsəlman olar, namazlı, misal, belə müsəlman olar. Şəkildə, bəli, mən də deyirəm, bu müsəlmançılıq deyil. Həqiqi müsəlman belə olmamalıdır. Lakin insan öz İslam'a nisbət edirsə, burada axı dayanırsan da. Çünki İslam şirkdən üstündə axı, dündürmü? İslam şirkin üzərində ola bilər, şirk İslamı üstəliyə bilməz. Yaxşı, mən onda bir şey deyim. İnsanın İslamı nə ilə bilinir? İnsan İslamı nə ilə bilinir? İnsanın müsəlmançılığı nə ilə bilinir? İnsanın müsəlmançılığı özünü İslam'a nisbət eləməsi ilə bilinir. Biz bunu hardan bilirik? Quran və sünnədən. İslam'a girmək deyilir. Ona görə bizdə görsən ki, qardaşlar namaz qılana deyirlər, dinə girdi. İslam'a gələndən, İslam'a girəndən. Bu sözlər xatadır. Nəyə görə? Namaza başlayandan. Əvvəl kafir deyildi ki. Bu dini qəbul etmişdi. Bu dini yəni eləmişdi. Yəni ya ata-anadan belə görüb, müsəlman kimi böyüyüb. Yəni insan cahil ola bilər, insan namazı əvvəl namaz qılmayan ola bilər, amma o demək deyil ki, o kafir olub. Təbii ki, namaz qılmamaq böyük günahlardandır. Namaz qılmayana niyə müsəlman deməliyik, əgər onun heç bir dindən anlayışı yoxdur? Namaz qılmayan niyə müsəlman deməliyik? La ilahə illallah dediyinə görə. La ilahə illallah Muhammedən Rasulullah dediyinə görə. Çünki la ilahə illallah Muhammedən Rasulullah insanı İslam'a salır. İnsanı İslam dininə salır. Hətta Şeyx Albani rahiməhullahın gözəl bir misalı var. Bir döyüş olsa, bir kafir tutsan və qılıncı onun boynuna qoysan, desə ki, əşhədu ən la ilahə illallah, əşhədu ənə Muhammedən Rasulullah. Və Şeyx Albani deyir ki, sən 100% bilirsən ki, bu qorxusundan deyir. İslam'a girmək üçün demir. Bir o sizə görə bıraxmaz onu. Əssalam. Sonra. Yəni bu kəlmə var, bu İslam dairəsindədir. İndi münafiq kimi, nə kimi, bu başqa məsələdir. Bəli. Biz Allaha həmd olsun ki, komitənin, Şeyx İbn Bazın və digər elm əhlinin sözlərini yayırıq ki, özünü İslama nisbət edən müşrik, hətta İslama yeni gəlmiş biri kimi ona hüccət çatdırılmamış olsa belə, böyük şirkə düşübsə, müsəlman adlandırılmaz və biz onun haqqında zahir olan şirkinə görə hökm veririk. Öldükdə namazı qılınmaz və rəhmət oxunmaz. İslama yeni gəldiyinə görə hüccət çatmaması səbəbilə cəhalətinin üzür sayılmasına gəldikdə isə, Allah sizə bərəkət versin. Bu axirətdədir. Yəni o, əhli fətrə hökmündə olar. Lakin şeyx, Allah sizə bərəkət versin və sizi qorusun. Gördük ki, müasir mürcələr bu məsələnin ixtilaflı olduğunu iddia edirlər. Bəs onları tərk edin, mürcələri tərk edin. Onların sözünə heç vaxt əhəmiyyət verməyin. Onlarla mübahisə də etməyin. Bəli, lakin şeyximiz, onlar gəncləri sələfi mənhəci adı ilə aldadırlar və özlərini sələfi kimi təqdim edirlər. Xeyr, onlar gəncləri aldada bilməzlər. Yalnız elmdə möhkəm olmayanları aldada bilərlər. Elmində möhkəm olanları bu yerdə aldada bilməzlər. Yəni, Allah sizi qorusun, dərəcənizi ucaltsın. Bu məsələdə icma var. Allah sizə bərəkət versin. Bunlar əsla müsəlman adlandırılmaz. Hətta İslamı yenicə qəbul etmiş olsa və hüccət çatmamış bu hal üzərində ölsə belə, heç bir ixtilaf yoxdur. Allah dərəcənizi ucaltsın. Şeyx, Allah sizi qorusun. Son bir sual. Bunlar indi Allah sizə bərəkət versin. Yəni, təhlükəli üslubları var. Böyük alimlərin təzkiyələrindən, eləcə də alimlərin xətalarından istifadə edirlər. Yəni, bəlkə də o xətalar, onları tərk edin. Onları öz hallarına tərk edin. Günahları öz boyunlarınadır. Onlara görə sizin üzərinizə heç bir məsuliyyət düşmür. Amma mürcələrə gəlincə, o kəslər ki, indi əsrin mürcələri adlandırılır, səfihlər adlandırılır. Şeyx Əl-Favzan, Allah onu qorusun isə, onları özünü alim kimi göstərənlər və qəbrə ibadət edənlərin qardaşları adlandırmışdı. Bunlar barəsində fətvalar verilmiş, onlar haqqında kitablar yazılmış. Açıq şəkildə qeyd etmişlər ki, bunlar Şeyx Əl-Albaninin məktəbinə mənsub olan kəslərdir. Onun mürciə olduğu qədimdən vəsf olunmuş və ona rəddiyə verilmişdi. Və onun irca görüşlərini əks etdirən məqalələri açıq aydındır və bu indi də onun məktəbinin nümayəndələri onu və onun xətalarını müdafiə edirlər. Əli Həsən Əl-Hələbi, İbrahim bin Amir Ər-Ruheyli, Əbdüləziz Ər-Reis və qeyriləri kimi. İndi Əl-Ubeylan da bu yola daxil oldu. Bəli, daxil oldu və günəşi ələklə örtmək istəyir. Yaxud elə bir söz deyir ki, hansı ki, həqiqətən də insanlar buna inanmaq bir yana, onun ağlına görürlər. Bu məsələ artıq bilinmişdir. Hətta özləri də bilirlər ki, onlar mürciədirlər. Bəziləri isə deyir, bəli, irca elə doğrudur. Elə Albani özü də öz səsi və kəlamı ilə mürciələrin görüşünü qəbul edərək deyir ki, mürciələr bizə müvafiqdir. Onlar özləri də bilirlər ki, bu mürciədir. Bəs bu nə edir?
Nə istəyir? O, günün günorta vaxtında günəşi əli ilə örtmək istəyir. Yazıq. Onlar haqqında daimi komitə tərəfindən adları çəkilməklə fətvalar verilmiş və onlara məhz mürcələrin görüşlərini daşıdıqları bildirilmişdi. Mürciyə isə irca anlayışının iki mənası vardır. Birincisi, əməli iman anlayışından təxirə salmaqdır. İmanın mənası, bunun mənası budur ki, iman əməlsiz də səhih sayılır. Əməlsiz də səhih müsəlman sayılır. Bu, ircanın mənasıdır. İrca onu təxirə salmaq, sonraya saxlamaq deməkdir. Onu təxirə saldılar. O, imanın səhih olması üçün şərt deyil. Bu, qədim mürcələrin görüşüdür. Amma sonraki mürcələr isə, onlar həmçinin şirki də imanın mahiyyəti anlayışından təxirə saldılar. Onlar dedilər, bir kəs müşrik olduğu halda da müsəlman ola bilər. Tövhidi də təxirə saldılar. Tövhid anlayışının mahiyyətindən təxirə saldılar. Hansı ki, o İslamın mənası, İslamın əsası, mahiyyəti və təməlidir. Onu İslamın səhih şərti olmaqdan da təxirə saldılar. Dedilər ki, müsəlman və mömin sayılır. Qədimdə də, əsrimizdə də elə insanlar olub ki, Albani və başqaları kimi böyük murciyələrdəndirlər. Lakin bu məsələ bəzi zəif anlayışlı insanlara qarışıq görünür. Çünki o, məsələni izah edərkən belə deyir. Mən mürciyədən deyiləm. Mən açıq şəkildə deyirəm ki, iman söz və əməldən ibarətdir. Artır və azalır. Bəs nə üçün mənə mürciyə deyirsiniz? Bu nəzəridir. Əgər tətbiqə gəldikdə, deyir ki, lakin heç bir xeyir əməl etməyən, halbuki buna gücü, imkanı və vaxtı olduğu halda, o, mömindir. Ağıllı insan isə deyər. Bu, bir-biri ilə ziddiyyət təşkil edən sözdür. Əgər sən şərt qoyursansa, deyirsən ki, əməl imandandır. Bəs necə deyə bilərsən ki, heç vaxt heç bir əməl etməyən kimsə o mömindir? O, şəfaət hədisini dəlil gətirir. Cəhənnəmdən çıxarılanlar arasında heç bir xeyir əməl etməmiş kimsələr olması. Bu səbəbdən bəzi alimlərimiz bunu belə adlandırmışlar. Demişlər ki, bu sözlər aşırı cəhmiyyənin sözüdür. Necə ki, Fovzan və digərlər də bunu qeyd etmişlər. Aşırı cəhmiyyə, bu onun sözüdür. İmam Əhməd dedi, bu eşitdiyim ən murdar sözdür. Məqsəd budur ki, onlar bu məsələdə çaşqınlığa düşmüş və bir-birinə zid fikirlər söyləmişlər. Bizim dövrümüzdəki problem isə budur ki, sələf alimləri belə kəslər haqqında bunlar cəhmiyyədir, bunlar mürciyədir deyər. Onları lənətləyər və onlardan uzaq durardılar. Amma bizim zamanımızda bununla kifayətlənmirlər. Onları təkcə müsəlman və ya əhli sünnə adlandırmırlar. Əksinə, bunlar əsl sələflərdir deyirlər. Bunlar salih sələfə tabi olanlardır. Halbuki bu sözləri deyənlər cəhmiyyədir. Bu da Dəccalın yaxınlaşmasının əlamətlərindəndir. Peyğəmbər xəbər vermişdir ki, aldadıcı illər gələcək. Aldadıcı illər nə deməkdir? Onların yanında sələfi cəhmiyyədir. Muvahhid isə xəvaricdir. Bu aldanışdır. Artıq terminlər və həqiqətlər alt-üst edilir. Məhəmməd İbn Əbdülvəhhab kimi bir muvahhidə isə bu təkfirçidir, xəvaricdir deyilir. Cəhmiyyə haqqında isə bu sələfidir deyilir. Məhz doğru danışan yalançı sayılır. Yalançı isə doğru danışan sayılır. Əmanətdar xain olur, xainə etibar edilir və ruveybidələr danışmağa başlayırlar. Məhz bu cəhmiyyə və mürciyələr kimi insanlar var ki, mən bunlarda nə sağlam din, nə səhih elm, nə tanınmış alimlər, nə tövhidə dəvət, nə şirkdən və onun əhlindən uzaq olmaq, nə də müşriklərdən ayrılmaq tanıyıram. Onlar bu kitablarını harada yazırlar? Müşriklərin arasında. Onlardan ayrılmırlar. Onların yanından hicrət etmirlər. Onlardan uzaq olduqlarını bildirmirlər. Onları kafir hesab etmirlər. Əksinə, onlar üçün üzr axtarırlar. Bu elə bir işdir ki, insanın başına ağardar. Məqsəd budur ki, onların işi elə bir həddə çatdı ki, əməli qaldırdılar. Tövhidi qaldırdılar, namazı qaldırdılar və hər şeyi qaldırdılar. Hətta indi Riyadda da onların fərdləri və ardıcılları arasında elələri var ki, deyirlər, Lə iləhə illallah kəlməsinin nə şərtləri var, nə tələbləri, nə onu pozan amilləri var, heç nəyə yoxdur. Lə iləhə illallah sadəcə bir kəlmədir. Kim onu desə, nicat tapar. Hətta Allahın yaratdıqlarının ən murdarı olsa belə. Buna görə də bu təklif Əbu Cəhlin əlinə keçməyib. Əgər Əbu Cəhl bunlarla müasir olsaydı, dərhal razılaşardı. Hətta Firon da razılaşardı. Hətta İblis də razılaşardı. Onların bu cəlbedici təklifləri belədir. Sən sadəcə bu kəlməni söylə. Atalarının dinini tərk etmə. Şirkdən və onun əhlindən uzaq olduğunu bildirmə. Heç bir müşriki təkfir etmə. Sadəcə bu kəlməni söylə. Sonra da sinəsinə vurub deyərlər. Bu kəlmə nə vaxtsa sənə nicat verəcək.